Mehdi müəllim sinif yığırdı, kurs yığırdı. Ona görə də mən gəldim, Mehdi müəllim otururdu, müəllimləri də xatırlayıram ki, vardı və heç kim bilmirdi mən kiməm. Çünki Nəsibə xanım mənim institutda teatra girməyimi istəmirdi. Bəli, bunu danışmışsınız. Bilirsiniz. Bəli. Ona görə də mənə belə bir rest çəkdi ki, onda özün girəcəksən. Mən səndən istəmişəm ki, sən mənə tapşırasan. Get, girə bilirsən, getdim. İmtahanımı verdim də, girdim də. Mənim Nəsibə xanımın oğlu olduğunu axırıncı imtahanda inşa yazırdıq ədəbiyyatdan. O zaman bildilər. Sonuncu imtahanda xəbər tutdular ondan. Rahib müəllim də götürüb zəng eləmişdi Nəsibə xanımın. Niyə demirsən? Nəsibə xanım öz qərarıdır. Öz qərarıdır. Ona görə də mən o barədə kim nə düşünürsə düşünsün, mən öz vicdanımın qarşısında, yəni mən üzü ağam. Çox önəmli bir şeydir. Çox vacib bir şeydir. Təbii. Yəni özünüz o yolu getmişsiniz, heç kimsə kömək eləmir. Heç kim. Köməkdən də başqa, anam məni, məsəl üçün, o zaman xatırlamıram, Azərbaycan Bakı Dövlət Universitetinin rektoru kimi idi. Mən 71-ci ili deyirəm. Nəsibə xanımı haradasa yeni ildən sonra, yanvar falan ayında, elə bilirəm, o aylarda idi. Görüşə dəvət eləmişlər. Yığılmışdı da xeyli, neçə yüz adam, tələbə yığılmışdı oraya. Müəllimlər gəlmiş, bilirsiniz Nəsibə xanımı o zamandan bəri indiyə qədər çox şükür, çox sevirlər. Onda da rektor ayağa qalxıb ki, Nəsibə xanımın bir evladı var. Siz istəyirsiniz ki, Nəsibə xanımın oğlu sizi ilə oxusun. Hamısı bəli demiş, Nəsibə xanımın sevgisi ilə. Anam dedi ki, bax orada var, bax şərqşünaslıq var, hüquq var, nə bilim, o var, bu var. Get hansına istəyirsən, bura niyə gəlirsən? O da dedim, yox, mən buranı istəyirəm. Özü də rejissorluq. Aktyorluqdan daha çox rejissorluq istəmişsiniz. Mən ən başda rejissorluq istəmişəm. Bəli. Ən başdan rejissorluq istəmişəm. Ona görə də bu sənəti çox şükür ki, Mehdi müəllimin əlinə düşdü. Tofiq Kazımov da çox böyük rejissor idi. Amma onun necə bir pedaqoq olduğunu bilmirəm. Tofiq müəllim Azərbaycanın çox böyük rejissoru.